İran Silahlı Qüvvələri İraqın şimalında mənzillənən müxalif Komalə partiyasının hərbi düşərgələrinə qarşı geniş miqyaslı hava hücumu təşkil edib. Kamikadze dronların həyata keçirilən zərbələri nəticəsində Süleymaniyə yaxınlığındakı bazalarda ciddi dağıntılar yaranıb. İlkin rəsmi məlumatlara görə partlayışlar zamanı azı 3 peşmərgə döyüşçüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İran tərəfi bu hücumları milli təhlükəsizliyini qorumaq və sərhədyanı bölgələrdəki təhdidləri neytrallaşdırmaq məqsədi ilə həyata keçirdiyini bəyan eləsə də, bu addım regionda xarici hərbi güclərin kəskin reaksiyasına səbəb olub. Medialog xəbər verir ki, vəziyyətin gərginləşməsindən sonra Fransa Hərbi Hava Qüvvələri prosesə birbaşa müdaxilə eləmək qərarına gəlib. Şimali İraqın hava məkanında təhlükəsizliyi təmin eləmək Fransa ordusuna məxsus Miraj 2000 tipli qırıcı təyyarəyə həvalə olunub. Növbəti hücum dalğasının qarşısının alınması üçün Miraj 2000 tipli qırıcı təyyarələr havaya qaldırılıb. Fransız pilotu İrana məxsus Şahid 136 kamikadze dronunu hava tipli raketlə havadaca məhv eləyərək düşərgələrə doğru hərəkətinə son qoyub. Xatırladaq ki, Komalə partiyası uzun illərdir İraq Kürdistanında fəaliyyət göstərən və Tehrana müxalif olan sosial-demokrat təşkilatdır. Fransanın bu hərbi müdaxiləsi İran və Qərb ölkələri arasında onsuz da gərgin olan münasibətləri yeni və daha təhlükəli müstəviyə daşıyıb.